İstifadə etdiyiniz telefonun orijinallığını və dövlət qeydiyyatında olub-olmadığını öyrənmək istəyirsinizsə, ilk öncə Android telefonunuzdan e-mail adresimizi öyrənməliyik. Bu da hər Android telefonda öyrənmə üsulu və e-mail adresi özü belə dəyişir. Bunu öyrənmək üçün ilk öncə telefonumuzda zəng etdiyimiz telefon proqramına daxil oluruq. Burada biz düymələri açırıq və bu düymələr açıldıqdan sonra ulduz DS 06 DS bu kodu yığırıq. Baxın bu formada ulduz DS 06 DS bu kodu yığdıqdan sonra ekrana gördüyünüz kimi məndə kimi bir şey gəlir. Mən də buranı sizlər üçün bağlamışam ki, görünməsin. Eynən bu üsulla Samsung telefonda da edirsiniz. Samsung telefonda da rahat bir şəkildə bu kodu yığaraq həmin formada e-mail ünvanınızı öyrənə bilərsiniz. Oradan o ünvanı kopyalayıb rahat bir şəkildə davam edəcəyik. Bəli, gördüyünüz kimi Samsung telefonumuzda da yazdıq və bu formada e-mail ünvanları çıxdı. Əgər burada diqqətlə baxın, birinci slot, ikinci slot və yaxud da birinci sim yuvası, ikinci sim yuvası belə gələrsə, burada sizə lazım olan əsas birinci sim yuvasıdır. Çünki siz bunun üzərindən axtarış edəcəksiniz, amma ikincini də axtarış etsəz heç bir ziyanı yoxdur. Onunla da axtarış nəticələrində çıxacaqdır. Bunu buradan bildiyiniz kimi kopyalamaq falan mümkün deyil. Gəlin bunun da sadə bir üsulunu göstərim. Mən burada Xiaomi telefonla göstərəcəm. Baxın, Xiaomi telefonumuzda bu ekranda çıxan yazıların şəklini çəkirik və bunu Google Lens-ə yerləşdiririk. Google Lens-ə yerləşdirdikdən sonra avtomatik orada nəticələr çıxacaq. Gəlin biz də edək. Bəli, Google Chrome-a girdik və burada Google-un axtarış bölümündə sağ tərəfdə kiçik bir kamera işarəsi və bu kamera işarəsinə klik etdikdən sonra az öncə çəkdiyimiz screenshotun üstünə vururuq və avtomatik olaraq screenshot üzərində axtarış edir. Bizə axtarış etməsi lazım deyil, bu formada gəlməsi lazımdır. Buradan siz e-mail olan yeri kopyalamalısınız. Baxın, gördüyünüz kimi bu dropdan arxa tərəfdə olan bizim e-mail ünvanımızdır. Bu ünvanı buradan kopyalayırsınız, rahat bir şəkildə götürürsünüz. Bu bizim ünvanımızdır. Bunu kopyaladıqdan sonra lazım olan saytlara yerləşdirəcəyik. Bəli, bu indi göstərdiyim hissə telefondan telefona dəyişmir. Yəni Samsung telefonda da eyni şəkildə daxil ola bilərsiniz. Əsas odur ki, siz telefonunuzda e-mail ünvanını öyrənmisiniz. Bəli, Google Chrome-a daxil olub axtarış bölümünə e-mail yoxlamaq e-gov yazırsınız. Bu formada axtarış etdiyimizdə bizim e-mail yoxlamaq üçün öz saytımız çıxacaq. Yəni Azərbaycanın özünə məxsus saytı çıxacaq. Baxın, ikinci sırada çıxdı. Mobil cihazların e-mail kodunun yoxlanması deyir. Bu formada bir saytdır. Buraya biz e-mail ünvanımızı yerləşdirəcəyik. Baxın, deyir ki, mobil cihazın e-mail nömrəsi. Bunu buraya daxil edirik. Yəni sadə bir şeydir. Az öncə kopyaladığınız ünvanı buraya yerləşdirib yoxla düyməsinə klik edirsiniz və gördüyünüz kimi üstdə yaşıl rəngdə xəta çıxdı. Deyir ki, daxil etdiyiniz e-mail nömrəsi beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur və qeydiyyatdan keçib istifadəyə icazə verilib. Yəni belə bir xəta çıxdı. Bu yəni onu deyir ki, bu telefon təsdiqlənmişdir. Sadə bir şəkildə bu yazını oxuyaraq başa düşə bilərsiniz. Əgər burada qırmızı xəta çıxırsa, təsdiq olunmamışdır falan deyirsə, nəzərinizdə saxlayın ki, dövlət üzrə telefonunuz qeydiyyatdan keçməmişdir. Ən qısa zamanda qeydiyyat etməyinizi də tövsiyə edirəm, yoxsa gələcəkdə başınıza hər hansı bir problem gələ bilər. Və ümumiyyətlə telefonunuzdan nömrə istifadə edə bilmirsinizsə, bunun elə birinci səbəbi budur. Çünki e-mail ünvanı əlavə edilib dövlət qeydiyyatından keçilibsə, nömrə istifadə edə bilirsiniz. Yox, əgər qeydiyyatdan keçməyibsə, o telefona Azərbaycan nömrəsi taxmaq mümkün olmur. Və ikinci üsulla yoxlamağı da göstərim mən sizə. Yenə eyni qaydada e-mail ünvanını kopyalayırsınız və axtarış bölümünə hansı Android telefonu istifadə edirsə, onun markasını yazırsınız. Misal üçün, baxın, mən buraya daxil etdim Xiaomi-nin saytı. Xiaomi-nin saytına da daxil olmaq üçün bu formada mən girmişəm, yəni tam daxil olma qaydasını göstərim. Baxın, yenə eyni qaydada Google axtarışa Xiaomi telefon yapım numarası sorğulama deyə axtarış verirsiniz. Bunu Azərbaycanca da yaza bilərsiniz, fərqi yoxdur. Mən türkcə axtarıram ki, tam rahat bir şəkildə axtarışlarda çıxsın. Bu formada bir yazı çıxacaq. Baxın, ən üstdə çıxandır. Bunun üstünə klik edirsiniz və burada Xiaomi-nin öz saytı açılır. Yəni yenə buradan sizdən e-mail ünvanınızı soruşur. Yenə eyni qaydada e-mail ünvanınızı daxil edirsiniz və burada kənarda kiçik bir kod yazılır. Bu kodu daxil edirsiniz. Misal üçün, baxın, K8J7. Bunu xırda bir şəkildə ehtiyatla daxil edirsiniz. Bəli, bu kodu buraya daxil etdikdən sonra axtarışa vururuq. Yəni buradan baxın, daxil etdik. Gördüyünüz kimi telefonumuzun markasına qədər, modelinə qədər hamısı burada çıxdı. Bu bir Redmi Note 10S deyir. Daha sonra burada deyir ki, 6 GB RAM, 128 GB ROM deyir. Yəni telefonun adı və yaxud da modeli, hər cürə məlumatları burada çıxır. RAM-ı, yaddaş falan hamısı burada görünür. Eyni qaydada Samsung telefonunuzda axtara bilərsiniz. Gəlin bunu da göstərim sizə. Bəli, Samsung telefonlar üçün də Google axtarışa Samsung telefon ürün sorğulama yazırsınız. Azərbaycanca da yaza bilərsiniz yenə bunu. Samsung telefon məhsul sorğulama yazırsınız. Avtomatik çıxır, fərqi yoxdur bunun. Baxın, bu formada axtarışlar
axtarış nəticələri çıxdı. Burada biz ən üstündə çıxana daxil oluruq. Yəni burada biz telefonun orijinal olub olmadığını yoxlayırıq. Buradan yenə e-mail ünvanı ilə yoxlanış deyir. Bu hissəyə klikləyirik və avtomatik olaraq bizi lazımlı səhifə qarşılayır. Buradan gördüyünüz kimi bölgəni özü seçib e-mail ünvanınızı deyir. Yəni burada e-mailin ünvanınız nədirsə onu yazırsınız və aşağı hissəyə isə telefonunuzun e-mail ünvanınızı yazırsınız. Yəni az öncə telefondan daxil olub kopyaladığımız məlumatı yerləşdirirsiniz və buradan bu quşları işarələyib aşağıdan axtarış edirsiniz. Avtomatik olaraq eyni Xiaomi telefondakı kimi telefonun modeli və neçə GB RAM-ı, neçə GB yaddaşı olduğu burada çıxır. Əgər bunu gördünüzsə bilin ki, telefonunuz orijinaldır. Samsungun öz şirkəti tərəfindən təyin edilmiş telefondur. Yəni girdirmə mal deyil. Bunu rahat bir şəkildə buradan öyrənə bilərsiniz. Həmçində Xiaomi telefonda da buna az öncə göstərdiyim qayda ilə baxa bilərsiniz və videomuzun əvvəlində mən daxili Azərbaycan üzrə qeydiyyatı göstərdim. Bunlar bir-biri ilə fərqli bir şeydir. Biz burada Azərbaycan qeydiyyatında olub-olmadığını yoxlayırıq. Daha sonra isə iki sayt göstərdim. Xiaomi və Samsung saytından isə telefonumuzun orijinallığını yoxlayırıq. Yəni bunları bir-biri ilə heç bir zaman qarışdırmayın. Bəli, videomuz bu qədər idi. İnşallah bu videomuz sizlər üçün faydalı olmuşdur. Kanalımızda bunlar kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolar var. Aşağıdan daxil olub bizlərə dəstək ola bilərsiniz. Gördüyünüz kimi kanalımız da buradadır. Əgər az öncə qeyd etdiyim kimi bizlərə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini də aktiv edə bilərsiniz. Nəysə, çox uzatmayacağım bu videomuzu. İnşallah gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.